Azərbaycanın cənubunda yerləşən və subtropik sayılan Lənkəranın yerli mətbəxi bilirik ki, zəngin və müxtəlifdir. Cənub bölgəsi həm də öz multikulturalizmi ilə fərqlənir və bu da region mətbəxinin formalaşmasında müstəsna rol oynayır. Növbəti sujetimizdə Lənkəranın ən məşhur yerli təamı ləvəngidən hazırlanan yeməklərlə bağlı olacaq. Gəlin izləyək. Lənkəranda çox sevilən ləvənginin hazırlanmasında mühüm ingrediyentlərdən biri qoz ləpəsi ilə hazırlanan ləvəngidir. Ləvəngini hazırlamaq üçün qoz ləpəsi ilə yanaşı acı suyu çıxarılmış soğan və alça rubundan istifadə edilir. Ləvəngi toyuq, balıq, badımcanın içinə doldurularaq həm plovların yanında, həm də ayrıca yemək kimi süfrəyə verilir. Bugün hazırlayacağımız badımcan ləvəngisi Lənkəran mətbəxinin ən gözəl və fərqli təamlarından biridir. Mətbəximiz çox genişdir, çox rəngarəngdir. Bizim cənub mətbəxi demək olar ki, Azərbaycanda tanınan mətbəxlərdən biridir. Gözəl taamlardan qonaqlarımız üçün hazırlayırıq və zonasına görə, sonra bu dadına görə də hər yeməyin öz yeri, öz dadı var, ləzzəti var. Gördüyünüz kimi badımcan küküsünü biz servis eləyib, həm bizim dədə-babadan qalmış yeməklərimizdir. Bunu çox tutumlu, həm də ki, dadlı yeməkdir. Zəngin Lənkəran mətbəxinin daha bir nümunəsi də fərqli ləzzəti ilə seçilən və dadı damaqdan getməyən qoz küküsü və ya ləvəngi küküsüdür. Neçə növ kükümüz var. Var göy kükü, var qoz küküsü, var badımcan küküsü. İndi mən başlayıram, qoz küküsü pişirirəm. İndi buna yumurtanı sındırıb vuracağım. Başlayırıq bunu qaçışdırmaya, bu şəkildə. Qoz küküsünü 160-170 dərəcədə sobada da pişirmək olar. Biz isə kükünü ocaqda pişirdik. Közün iyi küküyə xüsusi dad verir və daha ləzzətli edir. Hazır qoz küküsü plovun yanında verilir. Könül Həsənova, Elviz Nəsirli, Lənkəran.